Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden ketiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yarda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema sallayte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemine inneke hamidun mecid. Keçən dəfə qaldığımız mövzu dediğimiz kimi, yəni bu bir neçə mövzu yəni bir-birini tamamlayan mövzulardandır. Ondan əvvəlki mövzumuz əmr sahiblərinə itaətin vacib olması idi. Bundan sonra həmin təyin olunmuş əmr sahibləri, istər bu imamlar olsun, istər səfərdəki və ya döyüş meydanındakı komandirlər olsun, bunlar hamısına onların əmr sahibləri adlandırılır və onlara da itaətdə vacib sayılır. Onlar da namazlar qılarsa, xüsusən ki cuma namazları və bayram namazları onların arasında qılmaq da icazəlidir. Bugünkü mövzu isə eyni mövzu, yəni buna bir təkan olan mövzulardandır və bundan sonraki bir neçə mövzu qalbonuz ki, onlar hamısı bir-birinə təkan olan mövzulardır, eyni babda olan mövzulardandır. Bugünkü mövzuya keçək, bəbun dəf'u zəkat iləl vulət, zəkatın əmr sahiblərinə verilməsi. Bildiyimiz kimi, zəkat da bizim dinimizin 5 şərtindən birisidir ki, yəni olmazsa olmazlardandır. Bu da Allah Subhanahu ve Taala'nın təyin etdiyi miqdarda, təyin etdiyi növlərdə öz həqiqətini tapan bir əmir, bir vaciblərdən sayılır. Şübhəsiz ki, yəni Allah Subhanahu ve Taala bir şey əmr edibsə, biz müsəlmanlar kimi onun əmrinə biz mültəzim olmalıyıq. Özümüzdən buna yox, rədd verməməliyik. Və həmçinin bu zəkat da İslam dininin yəni olmazsa olmazlardandır. Çünki Allah Subhanahu ve Taala yəni mizanı, tərəzini qurmaq üçün, eyni bərabər etmək üçün kimlərdənsə malda üstün etdi. Necə ki, kimlərdənsə elmdə üstün etdiyi kimi. Və elmdə üstün olanlar öz bildiklərini, bilmədiklərini öyrətdikləri kimi və malda da üstün olanlar digər aşağıda olanlara da alan verməlidir. Bildiğimiz kimi Allah Subhanahu ve Taala hər bir şeyin sahibi Allah Taala'dır. Lakin biz orada müvəkkəti, biz onlara malikik. Və bu yaşayış dönəmimizdə Allah Taala'nın təyin etdiyi zəkatı da biz verməliyik. Zəkat da isə ağır bir şey deyil. Əgər bir şey Allah üçün oldusa, o insana asan gələr. Amma ora nəfs daxil oldu, hava, nəfs, istək, şəhvət daxil oldu, o insana çətin gələr. Yəni bizlər belə baxsaq ki, Allahdan yəni belə sırf Allah yolu olmasa da başqa yollar nə qədər mal xərcləyirik. Amma ki o ki qaldı ki belə vaciblər gəldikdə isə onu yeri yetirməkdə bəzən baxır ki səhlənkarlıq edirik. Necə ki belə deyək, həcc etmək hamıya vacib olmadığı kimi, müəyyən bir insanlar var ki, mal sahibi olanlar ki həcc etmək vacibdir. Amma ki namazdır, şəhadət gətirməkdir, Ramazandır. Belə Ramazan da çıxsatdır ki, orada müəyyən xəstəliklər var, onlar çıxmaqla. Yəni bunlar hamısının bacardığı işlərdir. O ki, yəni zəkata qaldıqda və həccə qaldıqda bu isə mal və bədən öz yerini tapır. Əgər kimin malı təyin olunmuş miqdara çatırsa, onu da məsəl üçün deyək ki, 85 qram qızıldır, onun da 40%-ni zəkat çartmalısan. O da hicri təqvimi ilə, yəni belə deyək, 40 qram qızılın indiki bazardakı sabit orta qiyməti nədirsə, o qiymət hesablanır və əgər sənin əlində, məsələn, belə təxminən götürsək ki, sənin əlində 9000 manatın var, bugün əlinə o pul çatdıqda, ta ki, yəni o gün pul əlinə çatdıqda, hicri təqviminə baxırsan, gün saymağa başlayırsan. Əgər təyin etdiyin gündən gələn ilə gedər, oradan bir şey azalmasa, onun 40%-ni arta bilər, 40%-ni Allah üçün zəkat çartırsan. Əgər bu əlində olan miqdar o faizdən aşağı düşdüsə, nə zaman o yerə qalxdısa, yəni hesabı oradan başlayırsan. Aydındır. Çox ağır bir şey deyil. Bugünkü mövzu bundan ibarətdir ki, bəzən ehtiyac olur ki, zəkatları da əmr sahiblər təyin eləyir. Onlar müəyyən bir kimsələr təyin eləyir. Və o kimsələr də yığmaqla, o zəkatlar yığırlar və onları da getirib Beytülmala, yəni müsəlmanların mənfəəti üçün xərcləyirlər. Bu ilk dönəmlərdə belə idi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm zəkat yığardı və onu
onun üçün insanlar təyin eləyərdi və onlar da gəzib kənd gəzib kimin zəkəti varsa onu çıxartıb Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin təyin etdiyi kimsələr verərdilər, orada gətirib Peyğəmbəri təslim edərdilər. Bu ilk dönəmlərdə belə idi. Sonra vaxt keçdikcə, illər keçdikcə İslam dini deyək ki, bir insanlarda təsəvvür uzaqlaşdı, başqa fikirlər daxil oldu. Belə bir tədricən Allahın dinində insanlar uzaqlaşmağa başladılar. İndiki halımızda, yəni iman əhlindən savayı yerdə qalan heç bir kimsə zəkat vermir. Deyir ki, mən məsələn, mən ondan nəyə görə sədəqə verim? Zəkat verim. Aydın, zəkat başqa, sədəqə başqa da. Aydındır. Deyir ki, qalə Muhammed və min qavl əhl-i sünnə və cəmanın sözlərindəndir ki, etiqadlarındandır ki, İnnə dəffə sadaqat ilə vulati caiz. Sədəqələri əmir sahiblərinə təslim etmək, onlara vermək icazəlidir. Çünki Allah subhanahu wa ta'ala inna Allah qad cələ zəkə iləyhim fi qavl. Allah subhanahu wa ta'ala əvvəlki oxuduğumuz ayədə dediyimiz kimi deyir ki, ən tuəddül əmanət ilə əhlihə. Sənə verilmiş əmanətləri öz sahiblərinə geri yəni çatdırasınız. Onlar da yəni sənə verilmiş o burada ayədə kimlər qəsd olunur? Əmir sahiblərinin zəkatları yığmaq üçün təyin etdiyi şəxslərə burada xitabən deyir ki, sizə təyin o əmanətləri, yəni o zəkat pullarını sahiblərinə, yəni əmir sahiblərinə çatdırın deyə Allah Teala burada xitabən buyurdu. Və həmçinin Allah Teala peyğəmbərimizə buyurur ki, "Xuz min amvalihim sadaqatan tutahhiruhum və tuzakkihim." Həmçinin peyğəmbərimizə xitabən deyir ki, səndir ki, müsəlmanların mallarından zəkatı götür və beləliklə onları təmizlə və onları təmizləmək üçün onlardan sədəqə götür deyə Allah Teala Muhammed sallallahu aleyhi və səlləmə xitabən əmr edir. Bu da yəni bildiyimiz ki, yəni burada əhl-i sünnə və cəma arasında olsun, istər bütün məzhəblər arasında olsun, ixtilafsızdır ki, yəni zəkat hər bir kimsəyə, yəni nisaba çatan hər bir kimsəyə vacibdir. Burada ixtilaf yoxdur. Bir hədisdə gəlir ki, Cəbir bin Abdullah radiyallahu anh deyir ki, Cəətil ə'rab, bədəvi ərəblər gəlir, Peyğəmbərimiz sallallahu aleyhi və sələmə deyirlər, Ya Rasulallah, İnnəl musaddiqinə yazlimunənə, sənin zəkatları yığmaq üçün təyin etmiş olduğun məmurlar bizə zülm edirlər. Və Peyğəmbərimiz deyir ki, Urdu musaddiqikum və in zalamu. Onlar sizə zülm etsələr belə, deyir ki, onları razı salın. Yəni o məmurları, təyin olmuş o məmurları razı salın. Qalə Cəbir radiyallahu anh deyir ki, فَمَا مَنَعْتُ مُصَدِّقًا مُنْذَ سَمِعْتُ رَسُولَ اللّٰهِ sallallahu aleyhi və səlləm يَقُولُ هَذَا. Yəni bunu Cəbir radiyallahu anh bunun eşidir və deyir ki, mən Peyğəmbərdən bu sözü eşitdikdən sonra heç bir zaman mənə zəkat yığmaq üçün gələn məmurları heç bir zaman razı salmadan onları göndərmədim. Yəni nə zaman mənə gəldilərsə onları razı salıb göndərdim deyir. Yəni buradakı zülm etdikdə belə başqa bir hədislərdə bunu belə açıqlayır ki, məsələn Muaz ibn Cəbəlin hədisində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, yəni zəkat yığmaq üçün göndərilən insanlara gedib məsələn filan kəsdən qoyunun, dəvənin və s. zəkat götürən vaxt deyir ki, və iyyəkum və kəramə ənvalihim. İnsanların bu yuxarıdakı zülm etmək deyirlikdə, yəni ola bilsin ki, onların zəkat yığmaq üçün təyin olmuş məmurlar onların mallarının ən gözəlini, ən yaxşısını, ən üstünü götürərdi. Ona görə Peyğəmbərimiz bir başqa hədisdə bunu açıqlayaraq deyir ki, əgər getsəz onlara, ki onların deyir ən gözəl xoşladığı, çünki insanın 10 dənə dəvəsi varsa, aydın içərisində və 2-3-ü daha gözəldir də, daha xoş gəlir. İnək də həmçinin eyni, qoyun da hamısı elə. Ona ki insanların xoşladığı ən üstünlərini, ən belə iri şəkilləri götürməyin onlara. Aydın orta olanları götürün. Çünki onlar üçün o daha dəyərli sayılır. Bu hədisdə belə buyurulmuş Peyğəmbər sallallahu aleyhi və səlləm. Bu hədis səhih hədisdir. Sonra gələn hədisdə Ən-Suheyl ibn Əbi Salih rahimehullah deyir ki, Əbi Salih rahimehullah deyir ki, Ənəhu səələ Abdullah ibn Umar və Sa'd ibn Əbi Vaqqas və Əbə Sa'id el-Xudri aniz-zəkə. Demək, Əbu Salih Abdullah ibn Ömərdən, Sa'd ibn Əbi Vaqqas və Əbə Sa'id el-Xudri bunlardan zəkat barəsində hansı ki öz zəkatları ən yunfizuha alə mə əmərəllah
ev yedfa'uha ilə vulat. Yəni Əbi Salih bu sahabelərdən, saydığımız sahabelərdən soruşur ki, mənim malımdan çıxardığım sədəqələri Allahın mənə əmr etdiyi o siniflərə mi bölüm, onlara mı paylayım, yoxsa əmr sahiblərinə mi verim? Qalə, bəl yedfa'u ilə vulat. Əlbəttə sən onları əmr sahiblərinə ver. Əmr sahiblərinə ver. Bu hədis də səhih rivayət olaraqdan keçməkdədir. Yəni yuxarıdakı bu əvvəlki hədisləri, yəni zəkat yığmaq üçün gələn kimsələri, yəni o məmurları xitabən deyək, onları razı salın. Nə istəyirlərsə, onları razı salın, onlara istədiklərini verin. Sonra qalə Muhammed ibn Sirin tabiin deyir ki, ənəhu qalə kânətiz zəkatı minəl fucar və qeyrihim yudfa ilə Rasulullah sallallahu aleyhi və səlləm ilə məstə'mələ. Ki, əvvəlki ilk dönəmlərdə, Peyğəmbərimizin vaxtında sallallahu aleyhi və səlləm zəkat istər yaxşı insanlardan, istər pis insanlardan həm Peyğəmbərə, həm də ki, Peyğəmbərin təyin etdiyi məmurları verilərdi. Gələrlə yığma, onlara təslim edilərdi. Ondan sonra Peyğəmbər dünyadan köçdükdən sonra Əbu Bakirə verilərdi və onun da təyin etdiyi kimsələrə. Sonra Əbu Bakir dünyadan köçdükdən sonra Ömər radiyallahu anhu və onun da təyin etdiyi kimsələr verilərdi. Və həmçində ilə Osman radiyallahu anhu dönəmində də belə idi. Fələmmə kənə Muaviyyə ba'dahu ki, o ki Muaviyyə radiyallahu anh gəldi və ondan sonra ixtələfən nəs. Ondan sonra gələn insanlarca ixtilaf başladı. Böyle qarışıqlıqlar başladı. Fəminhum min dəfə'əhə və minhum mən təsəddəqə bihə. Bəzi insanlar artıq o zəkatları özləri, yəni Allah'tan təyin etdiyi kimi verməyə başladılar və bəziləri də əmr sahibinə verməyə tərk etdilər. İlk dönəmlərdə belə idi. Əmr sədəqələr, zəkatlar əmr sahiblərinə verilərdi, çatdırılardı. Aydındır. Başqa bir İbn Sirdən gələn başqa bir rivayət də var ki, qalə kânətis sadaqatu tudfa ilə Rasulullah sallallahu aleyhi və səlləm ilə mə əmrə bihə və ilə Əbi Bəkir və ilə mə əmrə bihə və ilə Ömər və ilə mə əmrə bihə və ilə Osman və ilə mə əmrə bihə həttə qutilə Osman. Deyir ki, ilk dönəmdə zəkat Peyğəmbərə və onun təyin etdiyinə, Əbu Bəkir onun təyin etdiklərinə, Ömər radiyallahu anhu və sən Osman radiyallahu anhu onların təyin etdiklərinə görə bu ta Osman radiyallahu anhu dünyadan köçənə qədər belə davam etdi. Thumma ixtulifu. Osman radiyallahu anh dünyadan köçdükdən sonra artıq da ixtilaf başladı. Əmr sahiblərinə verək, yoxsa verməyək? Ümumiyyətlə ki, çıxartmaq mənasında ixtilaf yoxdur, çıxartırlar. Lakin əmr sahiblərinə vermirlər, başçıları vermirdilər. Yəni o Allahın təyin etmiş olduğu kimsələr verirlər də. Aydındır. Fəminhum mən ixtara ən yəqsiməhə və minhum mən ixtara ən yedfə'ili sultan. Və bəziləri seçdilər ki, mən qisimləndirəcəm. Oradakı Allah Teala'nın saydığı o siniflər var, 9 sinif. Onlara vereyim, ya da ki, ehtiyac sahibi və sultanlara, əmr sahibinə vermək, belə ixtiyar insanlar artıq onu seçməyə başladılar. Artıq zaman keçdikcə, dönəm dəyişdikcə bu hallarda öz dəyişikliyini tapır. Və qalə Abdülməlik və həddətəl mutarrif ən Məlik ənəhu qal İzə kənəl imam adlən, əgərdir ki, əmr sahibi imam adildirsə, ləm yənbəği linnəs ən yetəvəlləv təfriqətə zəkatihim. Zəkatı ona verməkdən qaçılmamalıdır. Əgər imam əmr sahibi adil bir kimsədirsə, zəkat ona verilməlidir. Bundan qaçılmaq olmaz. Vacib aleyhim dəfə iləl imam. Belə olduqda artıq ona verilməsi də vacib sayılır. Və qal Abdülməlik və idə kənə vulad ya'dilun fi sədaqat. Əgər əmr sahibləri sədəqələrdə ədalətli davranırlarsa, fəqad kənə Məlik və əshabu və qeyri min əshabil ilm yəmuruna bi ən tüstəhəqqə aleyhim. Həmçin burada İmam Məlik və onun dostları əmr edərdilər ki, zəkatlar, yəni insanların salamatçılığı üçün, əminliyi üçün onlara verilsin. Əmr sahiblərinə təslim edilsin zəkatlar. Əgər onlardan biz zülm görərlərsə, zülmləri özlərinə əks halda, yəni özlərinin verdiyi sədəqə də Allah Teala onlardan qəbul edəcəkdir. Aydın. Bu Musannif Muhammed ibn Əbi Zəmənin gətirdiyi mövzu bundan ibarət edir ki, yəni əhl-i-sünnə və cəmaada deyirlər ki, əgər zəkatın varsa, sən bunları əmr sahiblərinə vermə icazə verə bilərsən. Və versən də bu səndən icazəlidir. Aydın. Sonra burada bir bəhs var ki, qısadır burada.
deyək ki, bə'mun fi dəf'i zəkat iləl vulat və ənəhə mucziyətun idə dəfə iləyhə idə talabuhə. Əgər tələb olunsa, indiki zaman tələb olunsa ki, zəkat ümumilikdə xalqın mənfəəti üçün belə ki, tələb olunsa, bu zamanda onlara verilməsi də icazəlidir. Qala Şeyxülislam İbn Teymiyyə rahimehullahi teala məzhəb əhl-i sünnətil mə'thuru anəs sahabə, sahabələrdən gəlmiş əhl-i sünnə və cəmanın rəyi budur ki, ənəhu yicziyu dəf'u zəkat iləl imamilləzi yəcuru fi qasmihə və icazuha ma'a axzihə bil ictihad əvl və kənə minəl bəbi la yecziyu sarfa fi qeyri masarif. Lakinnel mə'thur anəs sahabəti əl-əmru bid-dəf'i zəkat iləyhim və bis-salati xalfəhu. Həmçindəki, yəni dediyimiz kimi, həmçinin bu sahabələrdən varid olmuş ki, zəkatları əmr sahibinə təyin olmuş, əmir sahiblərinə və onların təyin olmuş məmurlara verilməsi və həmçinin bu əmrlərdən birisi də, yəni onların arxasında namaz qılınması da əmr olunmuş məsələlərdən sayılır. Bunun da mövzumuz sona çatdı. Allah Teala bizə işin faydalardan etsin. Gələn dərsimizdə inşallah bə'mun fil həcc və cihad ma'al vulat. Əmr sahiblərindən bərabər həcc etmək və cihad etmək. Bundan sonra iki mövzu qalır. Allahın izni mövzumuz sona çatır. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi və səlləm.